Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimimiz Səlci. Bugün sizlərlə kükürt və onun birləşmələri sulfat turşusu mövzusundakı sulfat turşusu alınması və xassələri bölməsində 51-dən 100-ə qədər olan sualları izah edəcəm inşallah. Vaxt itirmədən 51-ci sualla başlayaq. 51-ci sual. Deyir, qatı sulfat turşusu X-lə, Y-lə və Z-lə reaksiyalarını bizə verib. Z-də heç reaksiya getmir. H2S əmələ gəlibsə, onda X-in yerində magnezium, manqan, sink ola bilər. Temperaturdan asılı olaraq H2S əmələ gətirilir, amma əsasən SO2 əmələ gətirirlər. Bir də aktiv metallar ola bilər. Civə pasiv metaldır, civə pasivdir, alüminium orta aktivdir. Cavab ya B-dir, ya da Y. Deyir ki, Y-lə reaksiyada isə SO2 əmələ gətirirlər. Uşaqlar, qızıl heç H2S-lə reaksiyaya daxil olmur. Cavabı tapdıq B. Yenə də digər variantlara da baxaq. Z-də də reaksiya getmir. Platin və qızıl heç bir turşu ilə reaksiyaya girmir. Cavab B variantı. 52-ci sual. Alüminium sulfatın parçalanması nəticəsində alüminium oksid, bir də bilirik ki, sulfatların parçalanması nəticəsində uşaqlar alüminium oksid, bir də SO2 əmələ gələcək. Duz özünün anhidridini əmələ gətirir. Daha doğrusu SO4 H2SO4 turşusunun duzu deyil. H2SO4-ün turşusunun anhidridi də SO2 olacaq. Hansı ifadə doğrudur? Alüminium oksidləşir. Uşaqlar, alüminium müsbət 3 oksidləşmə dərəcəsinə, elə müsbət 3 oksidləşmə dərəcəsinə gəlir. Nə oksidləşir, nə də reduksiya olunur. Oksigen oksidləşir. Oksigen də mənfi 2 oksidləşmə dərəcəsinə, elə mənfi 2 oksidləşmə dərəcəsinə gəlir. O da nə oksidləşir, nə də reduksiya olunur. X sulfat turşusudur. Sulfat turşusu yox, SO3-dür. X su ilə reaksiyaya daxil olur. Doğrudur, su ilə reaksiyaya daxil olub sulfat turşusunu əmələ gətirir. Cavab D-dir. Yenə də Y variantına baxaq. X bəsit maddədir, xeyr, mürəkkəb maddədir. 53-cü sual. Maddəni bizə verib XSO4 vurulsun 10 mol su, Glauber duzu. Uşaqlar, Glauber duzunun formulu natrium SO4 vurulsun 10 mol su şəklindədir. Deməli, X-i müəyyən elədik natrium. Natriumun da üzərinə qat sulfat turşusu gəldikdə natrium aktiv metal olduğu üçün Y qazı da sulfit qazıdır. Cavab B variantı. 54-cü sual. XSO4 vurulsun 2 mol su, təbii gips. Onda uşaqlar X olacaq. Deməli kalsium, çünki kalsiumun üzərinə kalsium sulfat vurulsun 2 mol su, təbii gipsin formuludur. Kalsiumun üzərinə də qat sulfat turşusu gəldikdə kalsium da aktiv metaldır. Ona görə sulfit qazını çıxardacaq. Cavab D variantı. 55-ci sual. Hidrogen sulfitin üzərinə oksigen gəlib X alıb. X-i də katalizator iştirakında Y-ə çevirib. Y-in də üzərinə su gəlir və Z alır. Hansı maddələrdə kürdün oksidaşma dərəcəsi müsbət 6-dır? H2S-in üzərinə deməli oksigen gəldikdə yanma reaksiyasıdır. Bu zaman su bir də SO2 alınır. Su oksigenlə reaksiyaya daxil olmadığı üçün SO2 olur. X olur SO2. SO2-nin üstünə oksigen gəldikdə SO3, SO3-ün üzərinə su gəldikdə isə H2SO4 əmələ gəlir. Deməli, Y və Z-də kükürdün oksidaşma dərəcəsi müsbət 6-dır. X-də isə müsbət 4. Ona görə də cavab olur Y variantı. 56-cı sual. Tərkibində 10% qarışıq olan 600 kq piritdən neçə kiloqram sulfat turşusu almaq olar? Uşaqlar, piritin formulunu bizə aşağıda verib. Ferium S2 56. 1 mol ferium S2-dən H2S olar. Neçə mol sulfat turşusu alınır uşaqlar? 2 mol sulfat turşusu alınır. Bizə deyir ki, tərkibində 10% qarışıq olan 600 kq piritdən. 600-ün gəlin 10%-ni tapaq. 60 kq. Deməli, 60 kq qarışığı var. Neçə kiloqram onda pirit var? 600-dən də çıxırıq 60-ı. 540. Deməli, 540 kiloqram piritimiz var. 540 kiloqram piritdən neçə kiloqram? Deyir ki, H2SO neçə kiloqram sulfat turşusu almaq olar? Kiloqramla dediyinə görə X kiloqram sulfat turşusu almaq olar. Normalda isə ferium S2-nin bizə aşağıda əməyini verib 120 qram. 120 qram neçə kiloqramdır? 120 vurulsun 10 üstü mənfi 3 kiloqram. Piritdən neçə kiloqram sulfat turşusu alınır? 2 mol demişdi. 2 vurulsun 98 10 üstü mənfi 3 kiloqram.
10 üstü mənfi 3'lər getdi, sıfırlar ixtisar getdi, 6 ixtisar getdi 2 dəfə, 6 ixtisar getdi 9 dəfə, 2'lər ixtisar getdi. Son 98 vurulsun 9. 882. Deməli 882 kiloqram sulfat turşusu almaq olar. Cavab A variantı. 57-ci sual. H2SO4 qatının üzərinə mis gəlir, X üzərinə gəlinsin, SO2 bir də su alınır. X maddəsi üçün hansı ifadələr doğrudur? Uşaqlar, X maddəsi mis 2SO4'dür. Suda məhlulu turş mühit verir. Uşaqlar, suda məhlulu deməli mis 2SO4'ün turş mühit verir. Niyə? Çünki mis 2SO4 suda hidroliz eləyir. Mis 2 müsbət iyonlarına, bir də SO4 2 mənfi iyonlarına. Mis 2 müsbət iyonları da su ilə reaksiyaya daxil olur və reaksiya nəticəsində alınır mis hidroksid, mis OH2, bir də hidrogen müsbət iyonları, yəni turş mühit əmələ gəlir. Bir doğrudur. Suda məhlulun elektrolizindən katodda hidrogen ayrılır. Uşaqlar, suda məhlulun elektrolizindən katodda hidrogen alınmır, mis alınır. Ona görə də 2 doğru deyil. 3'ə baxırıq. Qələvi məhlulu ilə qarşılıqlı təsirdə olduqda göy rəngli çöküntü alınır. Qələvi məhlulu mis SO4 üzərinə gəlinsin natrium OH. Reaksiya nəticəsində alınacaq mis 2 hidroksid, bir də natrium sulfat. Mis 2 hidroksid göy rəngdədir. Doğrudur. Göy rəngli çöküntü alındı. Cavab 1, 3, yəni Y variantı. 58-ci sual. Bayaqki sualın eyni tipli sualdır. Dəmirin H2SO4 qatı ilə reaksiyası nəticəsində 3 valentli duza əmələ gəlir. İndi bir-bir oxuyaq. Deyir ki, X maddəsi üçün hansı ifadələr doğrudur? Suda məhlulu turş mühit verir. Mis SO4 kimi doğrudur. Suda məhlulu turş mühit verir. Bayağı yazmışdım reaksiyanı. Dissosiasiya etdikdə ferium 2 müsbət, bir də SO4 2 mənfi iyonları əmələ gətirir. Ferium 2 müsbət yox uşaqlar. Ferium 3 müsbət əmələ gətirir. Çünki dedik ki, ferium qatı sulfat turşusuna reaksiyada 3 valentlik göstərir. 3-cü sual. Qələvi məhlulu ilə qarşılıqlı təsirdə olduğunda qonur rəngli çöküntü əmələ gətirir. Gəlin qarşılıqlı təsirdə olsunlar. Qarşılıqlı təsir salaq daha doğrusu. Natrium hidroksidlə reaksiyası nəticəsində ferium OH3 və natrium sulfat əmələ gəlir. Ferium OH3 də çöküntüdür. Biz demişdik ki, əsaslardan yalnız qələvi və qələvi torpaq metalların əsasları çöküntü deyil. Yerdə qalan bütün əsaslar çöküntüdür. Ferium hidroksid də qonur rəngli çöküntüdür. 1, 3 cavab A variantı. 59-cu sual. Mis üzərinə gəlinsin H2SO4 qatı, mis SO4 reaksiyadan alınan qaz üçün hansı ifadələr doğrudur? Bilirik ki, SO2 qazı alınır, üstəm doğru deyil. Boğucu qazdır, doğrudur, boğucu qazdır. Mürəkkəb maddədir, doğrudur. Lax yumurta ili qazdır. Lax yumurta ili qaz uşaqlar SO2 deyil, H2S'dir. Mislə sulfat turşusunun, qaz sulfat turşusunun reaksiyasından SO2 qazı alınır. Əgər aktiv metallar olsaydı, onda sulfit, yəni H2S qazı alınardı. Cavab elə C variantıdır. Kəskin ili qazdır, doğrudur. Suda həll olan qaz da doğrudur. 60-cı sual. Hansı sıradakı metalların qatı sulfat turşusu ilə qızdırdıqda kükürt dioksid ayrılır? Kükürt dioksid, yəni aktiv metal, bir də aktiv metal olan variantları atırıq. A variantında H2S alınacaq. Natriumla qatı sulfat turşusu reaksiyası nəticəsində H2S alınacaq. Magneziumda qatılığından və temperaturdan asılı olaraq həm kükürt, həm SO2, həm də H2S alındıra bilər. Kalsiumda həmçinin H2S əmələ gətirəcək. Cavab D variantıdır. Y variantında da natrium H2S əmələ gətirəcək. 61-ci sual. Hansı sıradakı metalları qatı sulfat turşusu ilə qızdırdıqda kükürt dioksid ayrılar? Uşaqlar, aktiv metalları qatı sulfat turşusu ilə reaksiyası nəticəsində H2S alınır. Aktiv metallar olan variantları atırıq. Cavab da C variantı. 62-ci sual. Hansı sıradakı hər iki maddə qatı sulfat turşusu ilə reaksiyaya daxil olmur? Uşaqlar, natrium SO4 qatı sulfat turşusu ilə reaksiyaya daxil olur. Reaksiya nəticəsində alınır natrium hidrosulfat. Bilirik ki, duz özünün turşusu ilə reaksiyaya daxil olanda turş duzlar əmələ gətirir. Magnezium hidrokarbonatın, deməli, magnezium hidrokarbonat da H2SO4 ilə reaksiyaya daxil olar. Çünki H2SO4 qüvvətli turşudur. Hidrokarbonatı sıxışdırıb çıxardacaq. Karbon H2SO4 ilə reaksiyaya daxil olar. Qeyri-metallardan bildik ki, karbon, fosfor və kükürt qatı sulfat turşusu ilə reaksiyaya daxil olur. Digər qeyri-metallar daxil olmur. Magnezium hidroksidlə də reaksiyaya daxil olacaq. Magnezium mis 2 oksid C variantına baxırıq. Əsasi oksiddir. Əsasi oksid turşularla reaksiyaya daxil olur. Normal duz plus su əmələ gətirir. Natrium xlor normal duzdur. Xlor
Xlorid turşusunun qalığı SO4 turşusundan daha zəif olduğu üçün H2SO4 xlorid turşusunun duzundan xloru çıxışdırıb çıxardacaq. Bu reaksiyada gedəcək. D variantına baxırıq. Silisium H2SO4 ilə reaksiyaya daxil olmaz qeyri-metaldır. Silisium O2 də turşu oksididir. Turşu ilə reaksiyaya daxil olmaz. Cavab D variantıdır. Y variantında da P2O5 daxil olmaz çünki turşu oksididir. Üstəm daxil olmaz. Bunu götürə bilərik. Amma kalsium oksid isə əsasi oksiddir. Əsasi oksid turşularla reaksiyaya daxil olub duz və su əmələ gətirir. Ona görə də cavab D variantı. 63-cü sual. Hansı sıradakı maddələr duru sulfat turşusu ilə reaksiyaya daxil olur? Uşaqlar, duru sulfat turşusu diqqətlə baxaq. Duru sulfat turşusu pasiv metallarla reaksiyaya daxil olmur. A variantında civə, B variantında mis, D variantında qızıl, Y variantında da gümüş bozur. Cavab D variantıdır. Sink duru sulfat turşusu ilə reaksiyaya daxil olanda sink SO4 bir də hidrogen qazı çıxardır. Kalium hidroksid duru sulfat turşusu ilə reaksiyaya daxil olanda normal duz plus su əmələ gətirir. Xrom 2O3 də amfoter oksiddir. Amfoter oksidlər turşularla reaksiyaya daxil olanda duz plus su əmələ gətirir. Keçdik 64-cü suala. Hansı qrafiklər 8 qram kükürdün artıqlaması ilə götürülmüş qatı nitrat turşusu ilə reaksiyasından əmələ gələn məhsullara aiddir? Gəlin uşaqlar, reaksiyanı ilk öncə yazaq. Deməli, kükürdün qatı nitratdır. Qatı nitrat turşusu ilə reaksiyası nəticəsində HNO3 qatı. Reaksiya nəticəsində alınacaq H2SO4, NO2, bir də su. Reaksiya tənliyini əmsallaşdıraq ki, düzgün cavabı ala bilək. Qatı nitrat turşusu ilə reaksiyasından deməli 6 mol HNO3 reaksiyaya daxil olar, 6 mol azot qazı alınır. Hidrogenlərin sayını bərabərləşdirək. Hidrogeni də qarşısına yazırıq 2. Deməli 2 hidrogen də H2SO4-də var. Hidrogenlərin sayı bərabərdir, azotların sayı bərabərdir. Oksigen, kükürt də bərabərdir. Oksigenə baxaq. Sol tərəfdə 18 dənə oksigen var, sağ tərəfdə də 18 dənə oksigen var. İndi davam edirik. 8 qram kürdün 8 qram kürd reaksiyaya daxil olub artıqlaması ilə götürülmüş qatı nitrat turşusu reaksiyasından əmələ gələn məhsullar NO2-nin mol sayını istəyir, H2SO4-ün mol sayını istəyir, bir də H2O-nun mol sayını istəyir. Uşaqlar, 32 qram kükürt götürsək 1 mol H2SO4 reaksiyaya daxil olar. Reaksiya nəticəsində 6 mol NO2 alınır. 2 mol da H2O alınır. İndi bizə deyir ki 8 qram. 8 qram kükürt neçə moldur? İlk öncə onu müəyyən eləməliyik. 32 qram kükürt 1 moldursa 8 qram kükürt olacaq x mol. X uyğun olaraq bərabərdir 4də 1 mol. Deməli 4də 1 mol kükürt reaksiyaya daxil olsa, reaksiya nəticəsində elə 4də 1 mol H2SO4 alınacaq. Deməli 4də 1-i vuracaq 6-ya, 1,5 mol NO2 alınacaq və uyğun olaraq da bərabərdir 0,5 mol da su alınacaq. İndi bir variantlara baxaq. Deyir ki 1,5 mol NO2 alınıb, 1 doğrudur. H2SO4-ün mol sayı 4də 1 mol, 1 mol deyil, 2 yanlışdır. 0,5 mol da su alınır, 3 də doğrudur. 1, 3 cavab Y variantı. 65-ci sual bizə metalları verib X, Y, Z qatı sulfat turşusu ilə reaksiyasından, bir də duru sulfat turşusu ilə reaksiyasından. Uşaqlar, diqqətlə baxaq. X elementi qatı sulfat turşusu ilə reaksiyasından H2S əmələ gətirir. Deməli, X elementi metalı qələvidir ya da qələvi torpaqdır. Aktiv metaldır. A variantı yanlışdır çünki mis pasiv metaldır. D variantı da yanlışdır çünki alüminium orta aktiv metaldır. Cavab ya B, C, D, Y-dir. Keçdik B-yə baxmağa, Y-ə baxmağa. SO2 əmələ gətirir qatı sulfat turşusu ilə. Duru sulfat turşusu ilə reaksiyaya daxil olmur bu metal. Uşaqlar, dəmir duru sulfat turşusu ilə reaksiyaya daxil olacaq, orta aktiv metalda hidrogen qazını çıxardacaq. Magnezium da həmçinin, amma gümüş pasiv metal olduğu üçün deməli duru sulfatla reaksiyaya daxil olmayacaq. Ona görə də cavab C variantı. Y variantına da baxaq. Ferium SO2 əmələ gətirir qatı sulfatla, duru sulfatla da hidrogen qazını çıxardır. 66-cı sual eyni tipdə sualdır uşaqlar. X-dən başlayaq. SO2 əmələ gətirir. Duru ilə də, duru sulfat turşusu ilə də hidrogen qazını çıxardır. Uşaqlar, SO2 əmələ gəlirsə, onda reaksiyaya natrium və kalsium daxil olmaz. Çünki əgər qatı sulfat turşusu natrium və kalsiumla reaksiyaya daxil olsa, bu zaman hidrogen sülfid əmələ gətirəcək. Y-ə keçirik. O aktiv metal tapmalıyıq. Mis qatı sulfatla reaksiyaya daxil olanda SO2 əmələ gətirir. H2S yox. Onda cavab qalır ya D ya da A. Deyir ki, son olaraq Z qatı sulfatla reaksiyada SO2 əmələ gətirir. Amma duru sulfatla reaksiyaya daxil olmur. Dəmir duru sulfatla reaksiyaya daxil olur. Cavab D variantı.
67-ci sual. Hansı qrafiklər 11,2 qram dəmirin artıqlaması ilə götürülmüş isti və qatı sulfat turşusunda həll olması reaksiyasına aiddir? 67-ci sual. Uşaqlar, biz burada niyə isti qeyd edelim? Çünki soyuq şəraitdə dəmir kimi metallar, dəmir, xrom kimi metallar qatı sulfatla reaksiyaya daxil olunur. Hətta bu sual situasiya kimi imtahana düşmüşdü bu tipdə sual. Dəmirin qatı sulfat turşusuna reaksiyası nəticəsində temperaturda gedir reaksiya. Dəmirin 3 valentli duzu SO2 bir də su əmələ gələcək. Uşaqlar, gəlin reaksiya tənliyini əmsallaşdıraq. 6 mol sulfat turşusu reaksiyaya daxil olar. Reaksiya nəticəsində 3 mol SO2 reaksiya nəticəsində alınır. 6 mol su reaksiyaya daxil olar və 2 mol da dəmir. Dəmirlərin sayını və digər bütün elementlərin sayını bərabərləşdirdik. İndi davam edir. Deyir ki, 11,2 qram dəmirin 11,2 qram dəmir reaksiyaya daxil olur. Həll olmasından reaksiyasına aiddir. Uşaqlar, normalda 2 vurulsun 56 qram dəmir reaksiyaya daxil olur. Görürsünüz, 2 vurulsun 56, 112. Normalda 112 qram dəmir reaksiyaya daxil olanda hamısı bütün bizdən istənilənlər mollandı. 112 qram dəmirin neçə mol olduğunu müəyyən eləyək. 112 qram dəmir 2 moldur. Normalda 112 qram dəmir reaksiyaya daxil olanda 1 mol ferium 2SO4 3 mol SO2 uyğun olaraq da 6 mol su əmələ gəlir. 11,2 qram dəmir reaksiyaya daxil olsa, yəni 0,2 mol 0,2 mol dəmir reaksiyaya daxil olsa, 0,1 mol ferium 2SO4 3 alınacaq, 0,3 mol SO2 alınacaq, 0,6 mol da su alınacaq. Uşaqlar, reaksiya tənliyini əmsallaşdırdıq. İndi gəlin bir-bir alınanlara uyğun variantlara baxaq. Deməli, deyir ki, 0,2 mol dəmir reaksiyaya daxil olur və hamısı reaksiyaya daxil olub. Niyə hamısı reaksiyaya daxil olur? Çünki artıqlaması ilə sulfat turşusu götürmüşük. Bütün dəmiri ferium 2SO4 3-ə çevirəcək. Ona görə 1 doğrudur. 2-yə baxırıq. 4,48 litr hidrogen qazı çıxıb. Uşaqlar, hidrogen qazı necə? 4 litr hidrogen qazı çıxıb. Uşaqlar, hidrogen qazı qatı sulfat turşusuna reaksiyada çıxa bilməz. Yalnız duru sulfat turşusuna reaksiyada çıxır. Ona görə də 2 doğru deyil. 3-ə baxırıq. 6,72 litr, yəni 0,3 mol SO2 əmələ gəlib. Doğrudur, 0,3 mol SO2 əmələ gəlib. 1, 3, cavab Y variantı. Keçdik 68-ci suala. 68. Deyir ki, 4,8 qram maqneziumun artıqlaması ilə götürülmüş duru sulfat turşusunda həll olması reaksiyasına aiddir. Gəlin reaksiyanı ilk öncə yazaq. Maqneziumu duru sulfatla reaksiyaya salaq. Reaksiya nəticəsində alınacaq maqnezium sulfat, bir də hidrogen qazı çıxacaq. Reaksiya tənliyini əmsallaşdırmağa ehtiyac yoxdur. Davam edir. 4,8 qram maqnezium deyir reaksiyaya daxil olsa. Normalda baxın uşaqlar, 24 qram maqnezium reaksiyaya daxil olsa, 1 mol maqnezium SO4, 1 mol da hidrogen qaz çıxacaq. 4,8 qram, yəni 0,2 mol. Deməli, 0,2 mol maqnezium reaksiyaya daxil olsa, elə 0,2 mol maqnezium SO4, 0,2 mol da hidrogen qaz çıxacaq. Gəlin bir-bir variantlara baxaq. 0,2 mol maqnezium reaksiyaya daxil olmuşdur, doğrudur. 4,48 litr hidrogen qazı əmələ gəlmişdir, doğrudur. 0,2 mol 4,48 litrdir. 3-ə baxırıq, 4,48 litr SO2 əmələ gəlmişdir. Duru sulfat turşusu SO2 əmələ gətirə bilməz. 3 yanlışdır. 1, 2, cavab D variantı. 69-cu sual. Qatı sulfat turşusu üçün hansı ifadə doğru deyil? Oksidləşdiricidir, doğrudur, oksidləşdiricidir. Karbohidratı kömürləşdirir, doğrudur. Qələvi məhlullarla reaksiyasından hidrogen ayrılır. Uşaqlar, qələvi üzrə metallarla reaksiyasından hidrogen ayrılmır. Hidrogen sulfit qazı əmələ gəlir, çünki bizə qatı sulfat turşusu deyir. Hidrogen qazı isə duru sulfat turşusu ilə qələvi metalların reaksiyasından alınır. C variantı yanlışdır. D variantına gedək. Su ilə hidrat əmələ gətirir. Doğrudur. Qızdırıldıqda gümüşlə reaksiyaya daxil və SO2 ayırır, doğrudur. 70-ci sual. Qatı sulfat turşusu üçün hansı ifadə doğru deyil? Oksidləşdiricidir, doğrudur. Karbohidratları kömürləşdirir, doğrudur. Dəmirlə reaksiyadan hidrogen sulfit ayırmır, SO2 əmələ gətirir. Ona görə bu yanlışdır. Cavab C-dir. D variantı su ilə hidrat əmələ gətirir, doğrudur. Qızdırıldıqda mislə SO2 qazı ayırır, doğrudur. 71-ci sual. Eyni mol miqdarda götürülmüş əsaslardan hansının tam neytrallaşmasına daha çox sulfat turşusu həll olar? Daha doğrusu daha çox sulfat
turşusu həll olar. Uşaqlar, tam neytrallaşma nədir? Yəni hidrogen atomları OH-la birləşərək su əmələ gətirir. Deməli uşaqlar, baxın. 3 dənə A variantına baxaq. Ferium OH üçün 3 dənə OH var. Deməli tam neytrallaşması üçün bizə nə qədər hidrogen lazımdır? 3 dənə hidrogen lazımdır. Kalsium OH2-nin 2 dənə OH var. Tam neytrallaşması üçün bizə 2 dənə hidrogen lazımdır. Magnezium OH2-nin də 2 dənə OH var. Bizə 2 dənə hidrogen lazımdır ki, tam neytrallaşsın. Kalium OH üçün bizə 1 dənə hidrogen lazımdır. Natrium hidroksid üçün isə bizə uyğun olaraq 1 dənə hidrogen lazımdır. Deməli eyni mol miqdarda götürülüb hər birindən. Hər biri tutaq ki 1 moldur. Daha çox sulfat turşusu lazım olacaq bizə ferium OH üçün tam neytrallaşmasına. Çünki ən çox OH miqdarı ferium OH3-dədir. Keçirik 72-ci suala. Eyni kütlədə götürülmüş əsasların tam neytrallaşmasına daha çox sulfat turşusu daha çox sulfat turşusu sərf olunar. Uşaqlar, gəlin bir-bir əsaslara baxaq. Hamısı deməli 2 valentli OH-lar əmələ gətirib. Deməli indi biz burada metalların nisbi atom kütlələrinə uyğun olaraq sulfat turşularını hesablamalıyıq. Hər biri deyir ki, eyni kütlədə götürülüb. Ən böyük kütləli metal hansıdır? Baxın, barium. Deməli hər birini götürürük. OH-ın nisbi molekul kütləsi də 17-dir, bunu bilirik. 17-ni 2-yə vururuq, 34. Hər birində 34 qram öz növbəsində var. İndi biz ancaq metallarla işləyirik uşaqlar. Çünki OH hər birində var, 2 dənə OH. Deməli 137 qram tutaq ki, barium OH götürürük. Üzərinə gəlsin 34, bu ayrıdır. Nəzərə almayaq 34 uşaqlar. 137 qram, hər birindən gəlin 137 qram götürək. Hər birindən götürürük 137 qram. Stronsiumun əməri nə qədərdir uşaqlar? Stronsiumun əməri 88-dir. İndi keçirik kalsiumun əmərinə. Kalsiumun əməri 40-dır. Magneziumun əməri 24-dür. Berilyumun əməri də 9-dur. Deməli, hər birindən 137 qram götürsək, təqribən stronsiumdan 1,2 mol bizə lazımdır. Daha doğrusu 137 qram stronsium OH2 1,2 moldur. Deməli 137 qram kalsium OH2 olacaq təqribi 3 mol. Berilyum OH2 olacaq, deməli 137-ni 9-a böləndə uşaqlar 10, deməli 47-ni də 9-a böləndə təqribi 15 mol. 137-ni də 24-ə böləndə təqribi 6 mol. 5 mol, 5 tamında nə qədər? Təqribi 6 mol. Gördük uşaqlar, deməli 137 qram hər birindən götürsək, bizə 1,2 mol stronsium OH2 təqribən 3 mol kalsium OH, 15 mol berilyum hidroksid və son olaraq da 6 mol magnezium hidroksid lazımdır deyib daha çox sulfat turşusu sərf olunan tam neytrallaşmasına. Əlbəttə ki, cavab berilyumdur. Çünki 15 mol biz berilyum hidroksid götürmüşük. Deməli bizə 15 vurulsun 2. 30 mol OH-ımız var. 30 dənə OH-ımız var. 30 dənə OH-ın neytrallaşması üçün bizə 30 dənə də hidrogen lazımdır. Deməli, ən çox o hidrogen, yəni ən çox sulfat turşusu berilyum hidroksidin neytrallaşması üçün sərf olunacaq. Çünki ən çox mol miqdarı berilyum hidroksiddədir. 73-cü sual. Argentium və dəmirdən ibarət qarışığın üzərinə əvvəlcə duru sulfat turşusu, daha sonra isə barium xlor 2 məhlulu əlavə edilərsə, hansı maddələr məhlulda olar? Uşaqlar, gəlin ilk öncə bu tənli yazaq. 73 reaksiyalarını yazaq ilk öncə. 73. Deməli deyir ki, argentium və dəmirdən ibarət qarışığın üzərinə əvvəlcə duru sulfat turşusu əlavə eləyir. Argentium, bir də dəmir. Dəmir duru sulfatla reaksiyaya daxil olacaq. Reaksiya nəticəsində dəmirin 2 valentli duzu, bir də hidrogen qazı çıxacaq. Amma bilirik ki, pasiv metallar duru sulfat turşusu ilə reaksiyaya daxil olmur, reaksiya getməyəcək. Davam edirik. Daha sonra barium xlor 2 məhlulu əlavə edilərsə, uşaqlar, argentium barium xlor 2 ilə də reaksiyaya daxil olmayacaq. Səbəbini deyək. Çünki argentium bariumu sıxışdırıb çıxarda bilməz, ondan zəifdir. Deməli, bizdə son olaraq qabımızın içində nə var? Argentium var. Ferium SO4 alınıb reaksiya nəticəsində. Bir də hidrogen qazı uçub getdi. Argentiumla reaksiyaya girməyəcək barium xlor 2 argentiumla da reaksiyaya girməyəcək. Reaksiya nəticəsində deməli heç bir şey alınmaz, çünki reaksiya getmir. Ferium SO4 barium xlor 2 ilə reaksiyaya daxil olacaq. Reaksiya nəticəsində alınacaq barium SO4 çöküntü, bir də ferium xlor 2. Uşaqlar, diqqətlə baxın. Əgər duzla duz reaksiyaya daxil olursa, 2 şərt ödənməlidir. 1. Reaksiyaya daxil olan duzların hər ikisi suda həll olmalıdır ki, həll olur. Və reaksiya nəticəsində çöküntü alınmalıdır. Barium SO4 çöküntüdür və bu reaksiya gedəcək. Deyir ki, əlavə edilərsə, hansı maddələr məhlulda olar? Uşaqlar, məhlulda yalnız ferium xlor 2 olacaq. Niyə? Deyəcəksiniz ki, argentium xlor onsuz da alınmayacaq. Bilirik ki, argentium heç nə ilə reaksiyaya daxil olmur, olduğu kimi qalır.
Amma argentium metaldır, dibə çökür. Barium SO4 də çöküntüdür, dibə çökür. Məhlulun içərisində təkcə ferium xlor 2 qalacaq. Digər maddələrin hamısı dibə çökəcək. Ona görə cavab yalnız bir C variantı. 74-cü sual. Mis və dəmirdən ibarət qarışıq üzərinə əvvəlcə duru sulfat turşusu, sonra isə artıq miqdarda götürülmüş barium hidroksid məhlulu əlavə edilərsə, hansı maddələr çökər? Gəlin 74-cü sualı yazaq uşaqlar. Misin üzərinə duru sulfat turşusu əlavə edirik. Bilirik ki, reaksiya getməyəcək, səbəbi də mis pasiv metaldır. Duru sulfat turşusu pasiv metallarla reaksiyaya girmir. Dəmirin üzərinə duru sulfat turşusu əlavə eləyək. Reaksiya nəticəsində alınacaq dəmirin 2 valentli dozu, bir də hidrogen qazı çıxacaq. Davam edirik. Daha sonra isə artıq miqdarda götürülmüş barium hidroksid məhlulu əlavə edilərsə. Uşaqlar, reaksiya getdi. Reaksiya nəticəsində hidrogen qazı alındı. Hidrogen qazı uçub getdi. Deməli, son olaraq qabda qalıb mis, bir də ferium SO4. Dəmir 2 sulfat. Üzərinə hər ikisinin üzərinə barium hidroksid gəlirik. Uşaqlar, mis barium hidroksidindən reaksiyaya daxil olmaz. Çünki mis bariumdan zəif metaldır. Bu reaksiya getmir. Dəmir 2 sulfatda barium hidroksidlə reaksiyaya daxil olacaq. Ferium OH2 əmələ gətirəcək, çöküntü. Bir də barium SO4 əmələ gətirəcək, çöküntü. Deyir ki, reaksiyada hansı maddələr çökər? Uşaqlar, hansı maddələr çökür? Ferium OH2 də çöktü, barium SO4 də çöktü. 1, 2, hər iki maddə çökəcək. Ona görə də cavab B variantı. Keçdik 75-ci suala. Gümüş və maqneziumdan 75. Gümüş və maqneziumdan ibarət qarışıq üzərinə əvvəlcə duru sulfat turşusu, sonra isə artıq miqdarda barium hidroksid məhlulu əlavə edilərsə, hansı maddələr çökər? Gəlin 75-ci sualı yazaq. Gümüşümüz var, argentium, bir də maqnezium. Hər birinin üzərinə deyir ki, əvvəlcə duru sulfat turşusu əlavə edin. H2SO4 duru, reaksiya getməyəcək çünki gümüş pasiv metaldır. H2SO4 duru, orta aktiv metallarla duru sulfat turşusu reaksiyaya daxil olur. Maqnezium SO4, bir də hidrogen qazını çıxardır. Hidrogen qazı da uçub gedəcək. Deyir, daha sonra artıq miqdarda barium hidroksid əlavə edilərsə, hansı maddələr çökər? İndi deməli bizim qabımızda hansı maddələr qalıb? Gümüş qalıb, çünki reaksiyaya daxil olmadı. Bir də maqnezium SO4 alınıb. Hər biri uyğun olaraq barium hidroksidlə reaksiyaya salırıq. Deməli, gümüş barium hidroksidlə reaksiyaya daxil olmayacaq. Maqnezium SO4 də barium hidroksidlə reaksiyaya daxil olması üçün 2 şərtlə ödənməlidir. Niyə? Çünki demişdik ki, duzlar əsaslarla reaksiyaya daxil olanda 2 şərt ödənir. Reaksiyaya daxil olan maddələrin hər ikisi suda həll olmalıdır ki, həll olur və reaksiya nəticəsində çöküntü alınmalıdır. İndi baxaq, reaksiya nəticəsində çöküntü alınırsa, bu reaksiya gedəcək. Reaksiya nəticəsində alınacaq maqnezium hidroksid, bir də barium SO4. Reaksiya nəticəsində 2 dənə çöküntü alındı, yəni reaksiya gedir. Deyir, hansı maddələr çökəcək? Maqnezium hidroksid, bir də barium SO4, 2, 3, cavab B variantı. 76-cı sual. Hansı reaksiyalar doğru deyil? Civənin üzərinə H2SO4 qatı gəlib, doğrudur, SO2 alınacaq, A doğrudur. Misin üzərinə H2SO4 qatı gəlib, SO2 alınacaq, doğrudur. Gümüşün üzərinə H2SO4 qatı gəlib, SO2 alınacaq, doğrudur. Qızıl qətiyyən heç bir turşu ilə reaksiyaya daxil olmur. Qızılla platin. Keçirik 77-ci suala. Hansı reaksiya doğru deyil? Uşaqlar, baxın, platin qatı sulfat turşusuna qətiyyən reaksiyaya daxil olmaz. 78-ci sual. Hansı maddənin qatı sulfat turşusu ilə reaksiyasından qaz halında maddə əmələ gəlmir? Uşaqlar, gəlin A variantında elə reaksiya məhsulunu yazaq. Qatı sulfat turşusu silikat turşusundan daha qüvvətli turşu olduğuna görə onu duzundan sıxışdırıb çıxardacaq. Reaksiya nəticəsində kalium sulfat, silisium O2, bir də su əmələ gələcək. Uşaqlar, silisium O2, bir də su, elə silikat turşusudur. Çox zəif turşu olduğu kimi anında parçalanır. Deməli, A variantında qaz halında maddə alınmadı. Cavab elə A variantıdır. B variantına baxaq. HCOH qatı sulfat turşusu ilə reaksiyaya daxil olur. Daha doğrusu qatı sulfat turşusu katalizator kimi HCOH-ın içərisindəki suyu udur və reaksiya nəticəsində CO qazı ayrılır. Sonra C variantına baxırıq. Kalium karbonat. Karbonat turşusu bilirik ki, sulfat turşusundan zəifdir. Onda reaksiya nəticəsində alınacaq kalium sulfat, bir də H2 CO3, yəni bu da çox davamsız olduğu üçün anında parçalanır və H2O karbon qazını əmələ gətirir. Yenə qaz halında maddə alınır. D variantında bilirik ki, SO2 alınır. Pasiv metallar qatı sulfat turşusu reaksiyası nəticəsində qaz əmələ gətirir, SO2 qazı. Natrium hidrosulfit, reaksiya nəticəsində natrium sulfat, bir də sulfit turşusu, o da zəif turşu olduğu üçün parçalanır. SO2, bir də su əmələ gətirir.
Ona görə də cavab A variantı. 79-cu sual. Misin X ilə reaksiyasından mis SO4 SO2 bir də su əmələ gəlir. Deməli X nə oldu? X oldu 79. Qatı sulfat turşusu. Natrium ilə X birləşməsinin reaksiyasına, yəni natriumun qatı sulfat turşusunun reaksiyasından H2S qazı əmələ gəlir. Cavab Y variantı. 80-ci sual. Civənin deməli X ilə reaksiyasından SO2, civə 2SO4 bir də su əmələ gəlir. Onda X uyğun olaraq 80-ci sualda da bərabərdir. H2SO4 qatı. Dəmirlə X birləşməsinin deməli qatı sulfat turşusunun dəmirlə reaksiyası nəticəsində dəmirin 3 valentli duzu SO2 bir də su əmələ gəlir. Cavab Y variantı. 81-ci sual. Dəmirin qatı sulfat turşusu ilə alüminiumun və maqneziumun duru sulfat turşusunun reaksiyalarından diqqətlə oxuyaq. Sulfat turşusu ilə tam reaksiyaya daxil olan metalların hər birinin miqdarı 1 mol olarsa, alınan hidrogenin həcmini litrlə hesablayın. Uşaqlar, yadınıza gəlir, biz duzlar bölməsini, turşular bölməsini daha doğrusu öyrənəndə belə bir fikir, mən daha doğrusu belə bir nəzəri bilik hiss edirdim ki, metalların istər turşular, istər qələvilərlə reaksiyası nəticəsində hidrogen qazı alınırsa, həmin hidrogen qazının mol miqdarı metalın mol miqdarının, metalın valentliyinin yarısına bərabər olur. Uşaqlar, dəmir duru sulfat turşusunda neçə valentlik göstərir? 2 valentlik. Alüminium sabit 3 valentli elementdir. Maqnezium da 2 sabit 2 valentli elementdir. Deməli, duru sulfat turşusuna reaksiyada dəmir 1 mol hidrogen əmələ gətirəcək. Alüminium 1,5 mol hidrogen əmələ gətirəcək, öz valentliyinin yarısı qədər. Maqnezium da 1 mol hidrogen əmələ gətirəcək. İndi bizə deyir ki, uyğun olaraq hidrogenləri litrlə hesablayın. 1 mol hidrogen 22,4 litrdir. 1,5 mol hidrogen 33,6 litrdir. Cavab D variantı. Eyni tipdə sualın 82-yə tətbiq edirik. Deməli, sinkin valentliyi 2-dir. 1 mol hidrogen əmələ gətirir. Öz valentliyinin yarısı qədər. Alüminiumun valentliyi 3-dür. 1,3 mol hidrogen əmələ gətirəcək. Dəmirin valentliyi də 2-dir. Çünki dəmir əslində 2 və 3 valentlik göstərir. Duru sulfatla 2 valentlik, qatı sulfatla isə 3 valentlik göstərir. 2 valentli dəmirdən uyğun olaraq 1 mol hidrogen əmələ gətirəcək. 1,5. Və düzgün variantı seçək. 22,4, 33,6, 22,4. Cavab da D variantı. 83-cü sual. Birinci və ikinci sxemlərə uyğun reaksiyaları müəyyən edin. Dəmir, deməli daha doğrusu dəmir nədir? Metal 0 oksidaşma dərəcəsinə, müsbət 2 oksidaşma dərəcəsinə, 2-də isə 0-dan müsbət 2 oksidaşma dərəcəsinə gəlir. İlk öncə gəlin reaksiya məhsulunu yazaq. Metaldan danışırsa, deməli metal ferium SO4 alınır, 2 valentli. Uyğun olaraq hidrogen qazı çıxır. Xromla reaksiyada, qatı deməli sulfatla reaksiyada xrom 3 valentlik göstərir. 2SO4 3. Duru ilə reaksiyada 2 valentlik göstərir. Deməli mis S 2 valentlik göstərir. Kükürddə mis də həmçinin bəsit maddələrlə reaksiyası nəticəsində. Dəmir qatı sulfatla reaksiyada 3 valentlik göstərir. İndi bizə deyir ki, metal 0 oksidaşma dərəcəsinə, 3 oksidaşma dərəcəsinə gəlir. 2-də 3 oksidaşma dərəcəsinə gəlir. Daha sonra 5-də 3 oksidaşma dərəcəsinə gəlir. 1-ə getdi 2, 5. Cavab C variantı. Digər hallarda isə 0 oksidaşma dərəcəsinə, müsbət 2 oksidaşma dərəcəsinə gəlir. Eyni tipdə sualın 84-də də olduğu kimidir. Dəmir qatı sulfatla reaksiyada 3 valentlik göstərir. Onda 1 getdi 2-yə. Xrom da qatı sulfatla reaksiyada 3 valentlik göstərir. 2 də getdi 2-yə. Alüminium duru sulfatla reaksiyada alüminium həmişə 3 valentlik göstərir. Ona görə 3 də getdi 2-yə. Dəmir kükürdlə reaksiyada 2 valentli olur. 4. Dəmir duru sulfatla reaksiyada 2 valentli olur. 4, 5. Cavab da Y variantı. 85-ci sual. Z qazı mis SO4 məhlulu ilə qara rəngli çöküntü verirsə, X, Y, Z-i müəyyən edin. Deməli, Z qazdır, qaz halında maddədir. Mis SO4 məhlulu ilə qara rəngli çöküntü verir. Uşaqlar, hidrogen mis SO4-dən reaksiyaya daxil olmur. Onda Z hidrogen qazı deyil. Uşaqlar, indi siz deyəcəksiniz ki, mənim H2S, SO2, yəni bunlar mis SO4-dən, yəni SO4 turşusundan çox zəif
turşularda turşu əmələ gətirsələr əgər. Məsələn, H2S özü suda məhlul sulfit turşusudur. Bəs 1804-dən reaksiyaya daxil olmayacaq axı məhlul deyir uşaqlar, yəni turşu əmələ gətirir. Uşaqlar, yalnız SO2 sulfit turşusunun anhidrididir, H2S özü turşudur. SO2 əlbəttə ki 1804-dən heç bir halda reaksiyaya daxil olmayacaq. Amma H2S istisnaidir. Əgər reaksiya nəticəsində çöküntü alınırsa, sulfit turşusu özündən əvvəl yerləşən bütün turşuları duzundan sıxışdırıb çıxarda bilirdi. İndi gəlin sulfit turşusu üçün yazaq bunu. 85-ci sual MiSO4 üzərinə gəlinsin H2S. Reaksiya nəticəsində alınacaq MiS üzərinə gəlinsin H2SO4. MiS çöküntüdür, qara rəngli çöküntü. İndi keçirik, davam edirik. X, Y, Z maddələrini müəyyən edin. Uşaqlar, duru sulfat turşusu əgər reaksiya deməli qatı sulfat turşusu daxil olur. Bunu müəyyən elədik. Deməli, hansı maddələrlə H2S əmələ gələcək? Əlbəttə ki, A var, B variantı gördük uşaqlar. Kalsium qatı sulfat turşusunun reaksiyası nəticəsində hidrogen sulfid əmələ gəlir. Ona görə də cavab B variantı. Hidrogen sulfid də MiSO4 məhlulu ilə qara rəngli çöküntü verir. Yəni MiS2S əmələ gətirir. MiS2 sulfid. 86-cı sual. Deməli, X elementi ya da X elementi, bəli, X elementi qatı sulfat turşusuna reaksiyada 3 maddə əmələ gətirir. Özü də 1 valentlik göstərir. Çünki X2SO4 əmələ gəlib. Y elementi də deməli H2SO4 qatı ilə reaksiyada 3 valentlik göstərir. İndi davam edirik. Bir-bir variantlara baxaq. T ilə L-də alınan maddələrdir. Reaksiyaya daxil olur. Kükürt və su əmələ gətirir. Uşaqlar, biz kükürdün alınma reaksiyalarında kükürt və su əmələ gələn bir çox reaksiya ilə tanış olduq. H2S-in üzərinə SO2 gələndə belə kükürddən deməli su alınırdı. İndi gəlin bir-bir maddələri müəyyən edək. A1-dən başlayırıq. Deyir X kaliumdur, doğrudur. Kalium ola bilər. T-də olacaq H2S, doğrudur. Əgər Y dəmir olsa, dəmir sulfat turşusuna reaksiyada 3 valentlik göstərir, doğrudur və SO2 əmələ gətirir, 1 doğrudur. SO2 ilə də H2S reaksiyaya daxil olduqda reaksiya nəticəsində kükürt, bir də su əmələ gəlir. Kükürdün alınma reaksiyalarında bunu öyrənmişdik. Keçirik 2-yə baxırıq. Əgər X natrium olsa, onda T H2S olmalıdır, doğrudur. Y alüminium olsa, düz 3 valentlik göstərəcək və SO2 qazı əmələ gələcək, 2 də doğrudur. Həmçinin H2S ilə SO2 reaksiyaya daxil olanda kükürt və su əmələ gətirir. 1, 2, indi 3-ə baxırıq. Əgər X kalium olsa, onda SO2 qazı əmələ gəlməz. Y-də dəmir olsa, onda H2S qazı əmələ gəlməz. Ona görə də 1, 2 cavab C variantı. Keçirik 87-ci suala. Eyni tipdə sualdır. X elementi 1 valentli daha doğrusu 2 valentli olmalıdır. Y elementi də 3 valentli olmalıdır. İndi bizə deyir ki, kalsium, mis və natrium verib. Uşaqlar, X elementi kalsium ola bilər, çünki 2 valentlik göstərər. Reaksiya nəticəsində H2S alınır. Y elementi ferium ola bilər və SO2 alınır, 1 doğrudur. Həmçinin H2S ilə SO2 reaksiyaya daxil olanda kükürt plus su əmələ gətirər. 2-yə baxırıq. X mis ola bilər, SO2 əmələ gəlməlidir, doğrudur. T və L-ə baxıram indi uşaqlar. Y dəmir olsa hidrogen qazı çıxar. Uşaqlar, qatı sulfat turşusu qətiyyən hidrogen qazı çıxartmır, 2 yanlışdır. 3-ə baxırıq. Deyir ki, X natriumdur. Natrium 1 valentli sulfat duzu əmələ gətirir. Ona görə də bu variant da yanlışdır. Cavab yalnız 1, yəni Y variantı. Keçirik 88-ci suala. Dəmirin sulfat turşusuna reaksiyasını yazıb X qazı çıxır. Natrium sulfat turşusuna reaksiyadan Y qazı, kalsiumun da Z qazı. Hansı qablardakı turşu qatıdır? Uşaqlar, gəlin bir-bir baxaq. Deyir Y-in üzərinə Y natriumla reaksiya çıxır. Oksigen gəldikdə 2 maddə alınır. Uşaqlar, əgər Y qazı hidrogen də ola bilər, H2S də ola bilər. Əgər biz duru H2SO4 götürsək, bura duru yazıram. Duru H2SO4 götürsək hidrogen qazı əmələ gələcək. Qatı H2SO4 götürsək H2S əmələ gələcək. Y 2 maddə də ola bilər. İndi Y-in yerinə hidrogen qoyanda hidrogenin üzərinə oksigen gəldikdə yalnız su əmələ gəlir. 2 maddə əmələ gəlmir. Ona görə deməli bu qabda qatı sulfat turşusu var ki, qatı sulfat turşusunun üzərinə natrium gələndə H2S əmələ gəlib. Həmin bu H2S-in üzərinə də oksigen qazı gəldikdə H2O bir də SO2 əmələ gəlir. Bunu bilirik. H2O və SO2-də uyğun olaraq baxın X qaz halında maddədir. Çünki niyə? Feriumun da H2S4 ilə reaksiyasından X qazı çıxır. Onda X olacaq SO2, su da olacaq T.
İndi davam edirik. Deyir X-i tapdıq SO2. Əgər dəmirin sulfat turşusuna reaksiyasına SO2 qazı alınırsa, onda həmin sulfat turşusu qatı sulfat turşusudur. Sona baxırıq. Bizə deyir ki, Z-in oksigenlə reaksiyası nəticəsindən T əmələ gəlir. T-ni də bilirdik nədir? Sudur. Z də uyğun olaraq bərabərdir. Hidrogen qazı, onda kalsium duru sulfat turşusuna reaksiyaya daxil olur ki, hidrogen qaz çıxır. Deyir qabdakı turşular qatıdır. 1 və 2-ci qabdakı turşular qatıdır. Cavab B variantı. Davam edirik. 89-cu sualda eyni tipdə sualdır. Elə demək olar ki, eyni sualdır. Diqqətlə baxaq. Eyni sualda deyir hansı qabdakı turşu qatıdır. Z-in üzərinə oksigen gəldikdə, deməli Z ola bilər. Dəqiqə məsələni aydın şəkildə qeyd edək. Gəlin baxaq. 89-cu sual. Uşaqlar, Z ola bilər hansı qazlar? Z ola bilər həm hidrogen qazı, həm də hidrogen sulfit qazı. Niyə? Çünki duru sulfat turşusu ilə kalsiumun duru sulfat turşusuna reaksiyasından hidrogen qazı çıxır. Amma qatı sulfat turşusuna reaksiyasından isə hidrogen sulfit əmələ gəlir. Çünki kalsium aktiv metaldır. İndi Z hidrogen ola bilməz, çünki hidrogenin oksigenlə reaksiyasından su əmələ gəlir. 2 maddə əmələ gəlmir. Onda Z olacaq H2S. Deməli, bu 3-cü qatda da qatı sulfat turşusu olacaq. İndi gəlin H2S-i uyğun olaraq oksigenlə reaksiyaya salıb yandıraq. Reaksiya nəticəsində su əmələ gələcək. Bir də SO2 qazı əmələ gələcək. Uşaqlar, X və T əmələ gəlir. X baxın, qaz halında maddədir. Onda X olacaq SO2, T də olacaq uyğun olaraq su. X SO2-dirsə, onda dəmir qatı sulfat turşusuna reaksiyaya daxil olur ki, SO2 qazı əmələ gətirir. Son olaraq gəlin Y-i müəyyən edək. Y-in üzərinə oksigen gəlir və T alınıb. T də sudur. Deməli, Y də uyğun olaraq bərabərdir. Hidrogen qazı. Hidrogen qazı əmələ gəlibsə, ikinci qabda duru sulfat turşusu var. Cavab 1, 3. Bizdən qatı sulfat turşusunu istəyir. Ona görə də B variantı. 90-cı sual. Sinkesin oksigenlə reaksiyası nəticəsindən SO2, SO2-nin oksigenlə reaksiyası nəticəsindən SO3, SO3-dən oksigenlə su ilə reaksiyaya daxil olur və H2SO4-ü əmələ gətirir. Sulfat turşusunun alınması reaksiyası 1, 2, 3-cü reaksiyalarda praktiki çıxım 80%, 50% və 100% olarsa 196 qram sulfat turşusu almaq üçün neçə mol sink S götürmək lazımdır? Gəlin bir-bir sıra ilə məsələni həll edək. 90-cı sual. Deməli, sinkesin üzərinə ilk öncə oksigen gəlir. Sink oksid, bir də SO2 əmələ gələcək. Reaksiya tənliyini gəlin misallaşdıraq. 2 mol, 2 mol, 2 mol yazıram sinkezin qarşısına. Altdan da oksigenlərin sayı bərabərləşdi. Normal halda 2 mol sink S-dən 2 mol SO2 əmələ gəlir. Bizə deyir ki, praktiki çıxım 80%-dir. Onda 2-nin 80%-ni tapaq uşaqlar. 1,6 mol. 1,6 mol sink S-dən də uyğun olaraq 1,6 mol SO2 əmələ gələcək. İndi davam edirik. 1,6 mol SO2'miz var. SO2'nin üzərinə oksigen gəlir. Reaksiya nəticəsində alınacaq SO3. 2 mol, 2 mol. Uşaqlar, 2 mol SO2-dən elə 2 mol SO3 alınırsa, 1,6 mol SO2-dən də uyğun olaraq 1,6 mol SO3 alınmalıydı. Praktiki çıxım əgər 100% olsaydı. Bizə deyir ki, praktiki çıxım 50%-dir. Praktiki çıxım 50%-dirsə neçə mol SO3 alınacaq bilmirik. Tutaq ki, A mol SO3 alınır. A da uyğun olaraq bərabərdir. İxtisar gedir 2 dəfə 0,8. Deməli, 0,8 mol SO3'ümüz alınıb. İndi məsələni davam elətdiririk. 0,8 mol SO3'ün də üzərinə su gəliblər. Və reaksiya nəticəsində H2SO4 alınıb. 1 mol SO3 reaksiyaya daxil olsa elə 1 mol sulfat turşusu alınacaq. Uyğun 0,8 mol SO3 reaksiyaya daxil olubsa, 0,8 mol da sulfat turşusu əmələ gələcək. 100 mol çıxımla. 100% çıxımla. Bizdən elə 100% çıxım istəyirdi. Demək 0,8 mol sulfat turşumuz əmələ gəldi. Başlanğıcda biz neçə mol sinkez götürmüşdük? 2 mol sinkez götürmüşdük. Uşaqlar, deməli 2 mol sink sulfit götürdükdə 0,8 mol sulfat turşusu əmələ gəldi. Bizə deyir ki, 196 qram sulfat turşusu almaq üçün neçə mol sink sulfit götürmək lazımdır. 0,8 mol sulfat turşusunun kütləsi nə qədərdir? 0,8 vurulsun 98 qram. Deyir 196 qram sulfat turşusu almaq üçün neçə mol sink sulfit götürməliyik? Bilmirik. Tutaq ki, x mol sink sulfit götürək. Reaksiya tənliyini həll eləyək. İxtisar getdi 2 dəfə. 0,8 x də bərabərdir 4, x də bərabərdir 5. Cavab da
5 mol. Deməli 5 mol sink sulfit götürməliyik ki, uyğun olaraq praktik yığım 80%, 50%, 100% olarsa 196 qram sulfat turşusu ala bilək. 91-ci sual. Hansı metallar qatı sulfat turşusu ilə qarşılıqlı təsirdə hidrogen sulfit, duru sulfat turşusu ilə isə qarşılıqlı təsirdə olduqda hidrogen əmələ gətirir? Aktiv metallar 1, 2. 92-ci sual. İlkin maddələr və reaksiya məhsullarını verib hansı hallarda reaksiya məhsulları doğrudur? Kalsium duru sulfat turşusu reaksiyası nəticəsində hidrogen qaz çıxardır. 2. Natriumun qaz sulfatla reaksiyası nəticəsində hidrogen sulfid əmələ gəlir. 2 doğrudur. Misin qaz sulfat turşusu reaksiyası nəticəsində SO2 bir də duz əmələ gəlir. Doğrudur. 4. Misin duru sulfat turşusu reaksiyası nəticəsində hidrogen qaz çıxmır. Bu reaksiyaya qətiyyən getmir. Duru sulfat turşusu pasiv metallarla reaksiyaya daxil olmur. 93-cü sual. X hansı metallar ola bilər? Deməli deməli hidrogen qaz çıxardır duru sulfat turşusu reaksiyasında. Mis duru sulfat turşusu reaksiyaya daxil olmaz. Civə duru sulfat turşusu reaksiyaya daxil olmaz. Digər bütün metallar duru sulfat turşusu reaksiyaya daxil olub hidrogen qazını çıxardacaq. 94-cü sual. Reaksiyaya daxil olur qatı sulfat turşusu ilə mis, gümüş, kalsium, civə və silisium. Hansı reaksiyalardan SO2 alınır? Silisium qatı sulfat turşusu reaksiyaya daxil olmaz. Bu reaksiya getdi. Aktiv metallar qatı sulfat turşusu reaksiyaya daxil olanda SO2 yox, H2S əmələ gətirir. Ona görə də cavab 1, 2, bir də 4. 95-ci sual. Maddəni verib sulfat turşusu, tətbiq sahələri, akkumulyatorlarda tətbiq olunur, havanın bərpasında xeyr, gübrələrin alınmasında bəli, turşuların alınmasında bəli. Hətta turşuların alınma reaksiyası turşuların duzların üzərinə H2SO4-dən təsir etməkdir. 5. Kükürdün alınmasında xeyr. 96-cı sual. Sink və dəmirdən ibarət qarışığın üzərinə əvvəlcə isti qatı sulfat turşusu. Gəlin 96-cı sualı yazaq uşaqlar. 96-cı sual. Sink və dəmirdən ibarət qarışıq. Üzərinə isti qatı sulfat turşusu əlavə edək. Temperatur. Reaksiya nəticəsində uyğun olaraq alınacaq sink sulfat, SO2, bir də su. Dəmir 3 sulfat, SO2, bir də su əmələ gəldi. Davam edirik. Deyir ki, əlavə olduqdan sonra barium hidroksid məhlulu əlavə edilərsə hansı maddələr çökər? Uşaqlar, SO2 qaz şəklində çıxıb gedəcək. Reaksiyadan sonra məhlulda sink SO4, bir də dəmir 3SO4 var. Hər biri barium hidroksidlə reaksiyaya daxil olacaq. Sink SO4, bir də dəmir 3SO4. Hər biri barium hidroksidlə reaksiyaya daxil olacaq. Və reaksiya nəticəsində uyğun olaraq alınacaq. Sink SO4 üzərinə gəlinsin barium hidroksid, sink 2 hidroksid, daha doğrusu sink hidroksid, sink sabit valentli elementdir. Bir də barium SO4. Barium SO4 də çöküntüdür. Həmçinin dəmir 3 sulfatın barium hidroksidlə reaksiyası nəticəsində barium SO4 əmələ gələcək, çöküntüdür. Bir də ferium OH3 əmələ gələcək. Uyğun olaraq bu da çöküntüdür. İndi gəlin baxaq, ferium OH2 əmələ gəlmir. Çünki dəmir 3 valentlik göstərir. Qatı sulfat turşusuna reaksiyada barium SO4 çöküntüsü alınır. Sink hidroksid çöküntüsü alınır. Dəmir 3 hidroksid çöküntüsü alınır. Cavab 2, 3, 4. İndi keçirik 97-ci suala. Maqnezium və dəmirdən ibarət qarışığın üzərinə duru sulfat turşusu, artıq duru sulfat turşusundan danışır. 97. Maqnezium və dəmirdən ibarət bir qarışıq var. Hər ikisinin üzərinə duru sulfat turşusu əlavə edirik. H2SO4 duru. Reaksiya nəticəsində alınacaq maqnezium sulfat. Bir də hidrogen qazı çıxacaq. Daha sonra həmçinin dəmirin üzərinə də H2SO4 duru əlavə edirik. Reaksiya nəticəsində alınacaq dəmir sulfat. Bir də hidrogen qazı çıxacaq. Tənli əmsallaşdırma ehtiyacı yoxdur. Dəmir 2 sulfat alınır. Çünki dəmir 2 valentli göstərir duru sulfat turşusu ilə reaksiyada. Sonra isə reaksiya məhsuluna 6 qaması ilə götürülmüş hidrogen qazı uçub gedir uşaqlar. Barium hidroksid əlavə edilir və hansı maddələr çökər? Gəlin, deməli məhlulda qalıb maqnezium SO4, bir də dəmir 2SO4. Reaksiyaya salaq. Hər biri barium hidroksidlə reaksiyaya daxil olur. Barium OH2 üzr istəyirəm. Barium OH2. Və reaksiya nəticəsində uyğun olaraq alınır. Dəmir 2 hidroksid, bir də barium SO4. Eyni şəkildə maqnezium 2 hidroksid,
daha doğrusu maqnezium hidroksid, bir də barium sulfat alınır. Deyir ki, hansı maddələr çökər? Hər biri çöküntüdür. Reaksiya nəticəsində alınan bütün maddələr çöküntüdür. Maqnezium hidroksid alınır, doğrudur, çöküntü alınır. Dəmir 3 hidroksid yox, dəmir 2 hidroksid alınır, yəni 4. 3-də də maqnezium SO4 kimi bir maddə alınmır. Cavab 1 və 4. 98-ci sual. 98-ci sual. Kalsiumun qat sulfat turşusu reaksiyası nəticəsində hidrogen sulfit qazı alınır. İndi davam edirik. X üçün hansı ifadələr doğru deyil? Suda məhlulu sulfit turşusu adlanır. Sulfid turşusu adlanır. İdlə yox. Ona görə bir doğru deyil. Güclü reduksiya edicidir, doğrudur. Havadan ağırdır, doğrudur. Məhlulda duzlarla reaksiyaya girmir, duzlarla reaksiyaya girir. 99-cu sual. Qatı sulfat turşusu hansı maddələrlə qarşılıqlı təsirdə olduqda reaksiyaya sərf olunan turşunun müəyyən hissəsi reduksiyaya uğrayır? Uşaqlar, gəlin bu məsələyə diqqətlə baxaq. Deməli, natriumun qatı sulfat turşusu ilə reaksiyası nəticəsində nə alınır? Gəlin bir-bir reaksiya məhsullarını yazaq. 99. 1. Natrium sulfat H2S, bir də su əmələ gəlir. Davam edirik 2. Kükürdün qatı sulfat turşusu ilə reaksiyası nəticəsində deməli kükürd, daha doğrusu SO2, bir də su əmələ gəlir. 3. Dəmirin qatı sulfat turşusu ilə reaksiyası nəticəsində dəmir 3 sulfat, SO2, bir də su əmələ gəlir. Misin qatı sulfat turşusu ilə reaksiyası nəticəsində mis SO4, mis 2 sulfat, SO2, bir də su əmələ gəlir. Mis 2 oksidin qatı sulfat turşusu ilə reaksiyası nəticəsində mis SO4, bir də su əmələ gəlir. İndi bizə deyir ki, sərf olunan turşunun müəyyən hissəsi reduksiya olunur. Yəni, hamısı reduksiya olunmur. Baxın, H2SO4 reaksiyaya daxil olur, müəyyən hissəsi reduksiya olunur. Mənfi 2 oksidaşma dərəcəsi. Bilirik ki, kükürd müsbət 6 oksidaşma dərəcəsinə malikdir. Sulfat turşusunun tərkibində müsbət 6 oksidaşma dərəcəsi. Reduksiya olunmaq nədir? Yəni, elektron alması. Baxın, müəyyən hissəsi reduksiya olundu. Gördünüz? Qalan hissələri isə natrium 2SO4 şəklində qaldı, yəni reduksiya olunmadı. Onda 1-də müəyyən hissəsi reduksiya olunacaq. 2-yə baxın uşaqlar, kükürd müsbət 6 oksidaşma dərəcəsindən müsbət 4 oksidaşma dərəcəsinə gəlir. Elektron nə edir? Alır. Elektron alırsa oksidləşdiricidir, yəni reduksiya olunur. Sulfat turşusunda kükürdün hamısı reduksiya olundu. Görürsünüz uşaqlar, heç bir başqa maddə alınmadı. Ona görə 2-də bütün maddə reduksiya olunur. Müəyyən hissəsi yox. 3-ə keçirik. Yenə 3-də də müəyyən hissəsi reduksiya olunur. 4-də də müəyyən hissəsi reduksiya olunur. Müəyyən hissəsi ferium 3SO4 şəklində qalacaq. Müəyyən hissəsi isə SO2-yə çevrilib reduksiya olunacaq. Mis SO4-də də eyni hadisə baş verir. 5-ə baxırıq. Elə mis sulfat əmələ gəlir. Heç bir deməli hissəsi reduksiya olunmur. Olduğu kimi də qalır. Ona görə 1, 3 və 4. Keçdik 100-cü suala. 100-cü sual. Deyir natrium, daha doğrusu X2SO4 vurulsun 10 mol su Glaber duzu. Glaber duzu uşaqlar X elementini müəyyən elədi. X oldu natrium. 100-ə baxırıq. X oldu natrium. Niyə? Çünki natrium SO4 vurulsun 10 mol su Glaber duzu adlanır. Uşaqlar, indi gəlin natriumun qatı sulfat turşusunun reaksiyasını yazaq. Natrium üzərinə gəlinsin. H2SO4 qatı. Reaksiya nəticəsində alınacaq natrium sulfat, H2S, bir də su. Uşaqlar, gəlin indi reaksiya tənliyini əmsallaşdıraq. 4 mol, 5 mol kürdlərin sayı bərabərləşsə 8 mol natrium reaksiyaya daxil olar. Hidrogenlərin sayını da bərabərləşdirdi. Son olaraq gəlin oksigenlərin sayına baxaq. 20 dənə oksigen, 16, o da 4, 20. Doğrudur. Deyir, oksidləşdiricinin 20% reduksiya alınır. Oksidləşdirici bilirik ki, burada kükürdür. Müsbət 6 oksidaşma dərəcəsinə, mənfi 2 oksidaşma dərəcəsinə gəlir. Neçə elektron verilir uşaqlar? 8 elektron alır. Yəni oksidləşdiricidir. İndi neçə faizi reduksiya olunur bizə deyir. 5 mol H2SO4-dən 1 mol H2S əmələ gəlir. Yəni 5 molun 1 molu reduksiya olunur. 5-də 1 vurulsun 100 bərabərdir 20%. Deməli, oksidləşdiricinin 20% reduksiya olundu. Oksidləşdirici sulfat turşusuydu. 20% H2S-ə çevrildi, yəni reduksiya olundu. Davam edirik, 1 doğrudur. Reaksiya nəticəsində lax yumurta ili qaz alınır. Doğrudur, H2S lax yumurta ilidir. X elementi argentiumdur, xeyr. X elementi kaliumdur, xeyr. Davam edirik, X elementi natriumdur. X2SO4 suda həll olur. Natrium 2SO4. Uşaqlar, natrium 2SO4 çöküntü deyil. Sulfatların barium, kalsium, stronsium, qurğuşun və gümüş sulfatları çöküntüdür. Yəni natrium sulfat suda həll olur. X2SO4 məhlulunda lakmusu qızardır. Xeyr, lakmusu qızartmayacaq.
Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə kükürt və onun birləşmələri sulfat turşusu bölməsindəki sulfat turşusu alınması və xassələri mövzusunda 51-dən 100-ə qədər olan sualları izah etdik. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın. Allaha əmanət olun. Sağ olun.